Herkese salam dostlar. Bu günlerim sizinle yeni bir video ile karşınızdayım. Dostlar bu günlerim size TikTok'ta nece videomu keşfede düştüğünü göstereceğim dostlar. Nece video çekiyorum onu size göstereceğim dostlar. İlk videolarım nece bu kadar baxış gəlir, nece bu kadar yaxşı keşfede düşür. Gördüğünüz gibi dostlar bütün videolarım keşfetdədir dostlar. En asasdaki hansıydı keşfede düşən en asası? Bu 248 minlikdir dostlar. Neyse deyə bu. En yaxşı keşfede düşən budur dostlar. 980 min baxış gəldi. Özü də panel dostlar. 16 mində bəyəni gəldi. Yorumların özü də həqiqi hesablardan alınıbdır gördüyünüz kimi. Gerçək hesablar yorum edibdir. Yəni panel zat deyil dostlar. İndi baş keçirik video çəkməyə. İlk öncə dostlar mənim keşfet səsi olarak bu səsdir. Gördüğünüz gibi King Selçuk Şahin bu səsə tıklayarıq dostlar. İlk videosu seçirəm dostlar bir də. Bu. Kodunu da alın. Bəli dostlar gördüğünüz gibi bu belə oldu. Zarek gazı diye dostlar belə kasır telefonu. Gördüğünüz gibi dostlar. Ekrana ses yazılıb dostlar bura. Orijinal səsi belə edirik dostlar. Gördüğünüz gibi dostlar. Ekrana sesi azaldın dostlar. Orijinal səsi isə dostlar tam eləyin. İndi isə keçdik dostlar bura. Etiket hissəsinə. Etiket olarak dostlar Kangal etiketi. Malaklı. Bir də bu dostlar. Uzun bir etiketdir. Özləriniz görürsünüz də dostlar yəni. Bunu skler eləyib götürə bilərsiniz də. Alabay etiketi. Bir də Volkanov dostlar. 5 dənə etiket. İndi isə dostlar kapak düzenine yazılıbdır bura. Bura giriş etdirik dostlar. Elə bir ki videoya ait yaxşı bir dənə qapaq seçirik dostlar. Hesabınıza girəndə yaxşı bir formada durası bir qapaq dostlar. Seçirəm. Yaxşı bir dənə qapaq seçsəydim. Ha bu oldu. İndi ise dostlar burada böyle yazısı şeyler var dostlar. Bu TikTok'una basırız dostlar bu. İndi ise bura metin yazır dostlar. Kısa bir söz yazırsınız videoya ait. Bir de ki smart koyursunuz dostlar. Ben indi yazıram ve Smart'da 3 Smart. Yaxşı Smart'ı belə qururuq dostlar. Kaydetə basırıq. Kaydet. İndi isə dostlar videomuzu paylaşırıq. Videomuzu paylaşırıq. Videomuzu paylaşdık dostlar. İndi dostlar videomu baxacaqsınız dostlar. Videom necə tutacaqdır. Videonu elə bil ki dayandıracağım dostlar. Videonu dayandıracağım dostlar. Bu videom elə bil ki sabahların bu videonu yeniden başlatacağım dostlar. Onda siz videonun yani bir tam versiyonlu göreceksiniz. Ben indi bunu sabahları size göstereceğim. Ne kadar baxış gəlib də videoya, ne kadar bəyənmə gəlibdi. Siz videonu tam olarak göreceksiniz də. Yani bir videoda görəsiniz bunları. Dostlar bir də ki çalışın ki necə deyim sizə. Ancaq it videoları tutur da. Yəni mən sizə göstərdim ancaq bu it videolarında tutur da bu keşfet yolu. Bir də ki dostlar it videolarınız nətərdimi belə əlinizdə bad it varsa lap yaxşı olar. Onu əsəbləşdirəndə çünki insanların elə bil ki oturub
saniyələrcə baxdığı bir video olsun da. Elə bil ki, insanlara maraq cəzb eləsin də dostlar. İnsanlar gözünü çəkməsin də videoda. Sразу nətər deyim, videonun beləsinə çevirməsin də. Yəni cəzb edici bir video olsun. Öz də videoların saniyə aralığı 7 saniyədən 10 saniyəyə qədər olsun. Əgər video çox maraqlıdırsa, bu 15 saniyə də ola bilər. Çünki mən bir dəfə it videosu paylaşmışdım, itlər boğuşmuşdu. Bu videoya elə bil ki dostlar, bir gündə 2 milyon baxış gəlmişdi. Mən yalan deyən deyilə. Amma videonun axırda TikTok sildi. O da 15 saniyəlik bir videoydu. Hər nəysə dostlar. İndi isə sizə videonun necə keşfədə düşdüyünü göstərəcəm. Videomu burada dayandırım dostlar. Dostlar, deməli, o həmin videonun üstündən 2 gün keçibdi dostlar. Əslində birinci yolda sizə göstərəcəkdim, amma müəyyən səbəblərə görə ikinci yolda sizə göstərdim. Amma siz bunu bir videoda görəsiniz də. Yəni belə bir videoda sizə göstərəcəm bunları dostlar. Gördüyünüz kimi dostlar, həmin videodur. Eyni videodur. 57.500 bəyəni baxış gəlibdi dostlar. 733 də bəyənmə. Gördüyünüz kimi dostlar, keşfətdədir bu. Yəni dostlar, bu belə etsəniz, siz də bir video paylaşarkən sizin də videonuz keşfədə düşər. Sizdən bir xahişim var ki, kanalıma abunə olub bu videonu bəyənməyi unutmayın, xahiş edirəm. Yəni artıq 5000 abunəyə keçmişik. İnşallah 10.000 abunəyə kimi gedərik dostlar. Sağ olun, salamat qalın.